Salam izləyicilər, bu video dəstə ekranda gördüyünüz dairəvi diaqram üzrə praktiki çalışma izahı olacaqdır. Gəlin başlayaq. İlk növbədə səhifənin parametrlərini nizamlamaq lazımdır. Bunun üçün layout, yəni maket tabına daxil olursunuz. Word-ün köhnə versiyalarında page layout, rus dilində razmetka straniца yazılıb. Burada margins əmri var. Margins, yəni rus dilində poly əmri var. Buradan səhifənin kənar boşluq məsafələrini tənzimləmək lazımdır. Bunun üçün buraya daxil olub, burada səhifənin kənar boşluğunu narrow seçək, yəni узкий seçək. Daha sonra ardınca orientasiya əmrinə daxil olub, şəklə fikir versəz, şəkil enlidir, yəni albom formatındadır. Burada orientasiya əmri vasitəsilə landscape albom seçimini edirik. Daha sonra size, razmer əmri vasitəsilə vərəqin ölçüsünü A4 edirik. Və bundan sonra diaqramı qurmaq üçün insert vstavka tabına daxil oluruq. Burada chart, diaqram əmri var. Bunun üzərində mouse sol düyməsini bir daha vururuq və buradan dairəvi diaqramı tapırıq. PA yazılan kateqoriyadır. OK düyməsini sıxırıq və paralel məlumatların doldurulması üçün Excel proqramı açılır. Gəlin bu məlumatları dolduraq. Deməli, burada böyük rəqəmdən kiçik rəqəmə doğru yazaq. Burada ən böyük rəqəm görürsünüz 65%, 0-13 yaş uşaqlardır. Deməli, A sütununda yazırıq mətn olaraq 0-13 yaş uşaqlar. Klaviaturadan Enter düyməsini vururuq. Əgər yazı sığışmırsa bura A və B sütunları arasında mouse'un göstəricisini gətirib, plus işarəsi göstərdikdən sonra mouse'un sol düyməsini 2 dəfə cəld klikləyirik. Daha sonra B sütununda isə həmin rəqəmi, yəni 65% yazırıq. 65 və klaviaturadan Shift və 5 düymələrini basıb faiz işarəsini qoyuruq və klaviaturadan Enter düyməsini vuraraq təsdiqləyirik. Bir daha göstərim. Deməli, klaviaturadan Shift və faiz, yəni yazmaq üçün 5, yəni Shift 5 düymələrini birgə icra etməlisiniz. Daha sonra burada ən böyük kateqoriya, yəni 65%-dən sonra 27% olan 0-13 yaş qadınlardır. Deməli, burada 0-13 yaş boşluq qadınlar yazırıq və təsdiqləmək üçün Enter düyməsini vururuq. Bəzi istifadəçilər gəlib bu yazıları silib yazmağa çalışırlar. Yəni buna ehtiyac yoxdur. Yəni siz kursoru müvafiq xanaya qoyub, yəni yazdıqda, yəni həmin məlumat, yəni nümunə mətni burada silinir. Və burada da 27 və faiz işarəsini qoyub Enter düyməsini vurub təsdiq edirik. Daha sonra burada üçüncü ən böyük kateqoriya 14-17 yaş uşaqlardır. Gəlin bu mətndə yazaq. 14-17 yaş uşaqlar və klaviaturadan Enter düyməsini vururuq. Daha sonra 6% yazıb Enter düyməsini sıxırıq. Davam edək. Digər kateqoriya isə 14-17 yaş qadınlardır. Bu praktiki çalışma. Yaş ifadəsini yazmadım burada. Yaş ürəyin anadan gəlmə anomaliyaları üzrədir. Yəni statistik məlumatdır. Və daha sonra burada da göstəricini yazırıq. 2%. Enter düyməsini vurub təsdiqləmək lazımdır. Xüsusilə bu səhvi bir çox istifadəçilər diaqram doldurarkən, yəni diaqram məlumatlarını doldurarkən edirlər. Yəni axırıncı məlumatı yazdıqdan sonra Enter düyməsini vurub təsdiqləmək yadlarından çıxır. Daha sonra o sonuncu yazılan ifadə diaqramda əks olunmur. A və B sütunları arasında gəlib mouse'un sol düyməsi 2 dəfə cəld klikləyirik ki, bu yazılar tam burada əks olunsun və X düyməsini basaraq təsdiqləyirik. Daha sonra diaqrama ölçü vermək lazımdır. Bunun üçün diaqramı seçdikdə dizayn və format alət tabları açılır ki, format alət tabı üstündə mouse'un sol düyməsini bir dəfə vuraraq keçid edirik və burada size qrupunda hündürlük və en ölçülərini daxil eləmək üçün bölmələr var. Gəlin hündürlüyü qeyd eləyək 16
santimetr enter düyməsini vuraq və daha sonra burada da 25 yazıb enter düyməsini vuraq. Xatırladım ki, əgər diaqramı seçməsəniz, həmin alet tablarını görməyəcəksiniz. Ona görə mütləq seçib, daha sonra yəni müvafiq taba daxil olmaq lazımdır iş görmək üçün. Daha sonra istəyirik ki, bu diaqram səhifənin düz mərkəzində əks olunsun. Bunun üçün layout, yəni maket tabına daxil oluruq. Burada position, pologen əmri var. Bu əmr vasitəsilə buradan middle center, yəni əmrini üzərində mouse sol düyməsi bir daha vuraraq həyata keçirə bilərsiniz. Eyni zamanda bu diaqramın alət tabı olan format alət tabında da mövcuddur. Yəni buradan da etmək olardı. Daha sonra həmin bu rəngləri tətbiq edək. Diaqram seçilidir. Daxili rəngi sarıdır. Format alət tabında Shape Styles qrupunda Shape Fill əmri vasitəsilə rus dilində zalivka fiqur olacaq. Buradan sarı rəngi seçirik. Daha sonra bunları, yəni diaqramı təşkil edən bu hissələri ayrıca rəng vermək istəyirəm. Deməli, bu hissədən mouse'un sol düyməsini bir daha vururam. Bir daha vurduqda görürsünüz, bunların hər biri seçilib. Bir dəfə də vururam ki, yalnız bu hissə seçili olsun. Daha sonra yenə həmin Shape Fill əmri vasitəsilə, təbii ki, ekran balaca olanda burada yalnız Shape Styles, yəni qrupun adı əks olunur, amma böyük olanda əmrləri də siz buradan görürsünüz. Deməli, buraya daxil oluruq və buradan Morphic Colors, yəni Drugate Sweat əmrinə daxil olursunuz və buradan təxmini belə bir rəng seçirik. OK düyməsini vuraq. Davam eləyək. Vaxt getməsin deyə təxmini seçirəm. Bu hissəni də ayrıca seçirik. Əmin oluruq ki, yalnız biri seçilib. Daha sonra yenə Shape Fill və buradan qırmızı rəng seçirik. Daha sonra bu hissəni seçib buradan yaşıl rəng seçəcəyik. İstədiyim rəng tonu burada olmadığı üçün daha doğrusu bu hissəni seçməmişik. Yenidən mouse'un sol düyməsini bir daha vuraq. Yəni əmin olaq ki, bura seçilib. Daha sonra Shape Fill, yenə Morphic Colors, buradan təxmini bu rəngi ifadə edən belə bir rəng seçirik. Daha sonra bu hissəni seçirik. Shape Styles və buradan Morphic Colors və təxmini belə bir rəng seçək. OK düyməsini vuraq. Belə. Daha sonra Sales yazılan hissədə bu başlığı yazaq. Deməli, yazaq bura ürəyin anadan gəlmə anomaliyaları. Daha sonra klaviaturadan Ctrl-A düymələrini basaq və Home Glavnaya lent tabına daxil olub buradan şrifti Times New Roman yazıb Enter düyməsini vuraq. Ölçünü 20 eləyək, qalın eləyək, bold əmri vasitəsilə, yəni jırni əmri vasitəsilə. Daha sonra yazının rəngini buradan tünd qırmızı seçək. Belə. Daha sonra belə bir şey edə bilərik. Bu hissələr necə əlavə eləmək olar? Bunun üçün təbii ki, diaqram seçili olduğu halda Chart Design alət tabına daxil oluruq və burada Add Chart Element, yəni Davavit Element əmri var, yəni diaqrama element əlavə eləmək əmri. Buraya daxil olub, burada Data Labels əmri ilə həmin əməliyyatı yerinə yetirəcəyik və bu seçimlərin üzərinə gətirərək baxacaqsınız ki, hansı əmrdir? Budur, Data Callout'dur. Bunu üzərində mouse sol düyməsi bir daha vururuq. Vurduqdan sonra görürsünüz ki, rəngi qaradır və içdəki yazılar isə ağdır. Bunlardan hər hansı birini seçirik və görürsünüz 4-ü də seçilidir. Format alət tabına daxil olub Shape Fill əmri vasitəsilə rəngi qara edirik. Home, yəni lent tabına, yəni Glavnaya lent tabına daxil olub buradan yazın rəngini ağ edirik və eləcə də buradan Times New Roman ölçüsünü isə 12 punkt və qalın edirik, daha yaxşı görsənsin deyə, həm də şəkildəki təsvirə uyğun gəlsin deyə. Və görürsünüz ki, bu bir qədər hər biri
biraz qıraqdadır. Onları seçmək lazımdır qırağa. Deməli, üzərində mouse sol düyməsini bir daha vururuq. Ola bilər ki, siz vuranda 4'ü də seçilmiş olsun. Yəni bir dəfə də vuracaqsınız. Yəni fasilə ilə 2 dəfə vuracaqsınız. Yəni sürətli formada 2 dəfə vurmayacaqsınız. Yəni vursaz belə bir panel açılacaq. Ona görə yəni bir dəfə vurdunuz və yenə vuracaqsınız. İndi ilk dəfə vuran kimi yalnız bu seçildiyinə görə mən bunu etmirəm. Yəni siz də ola bilsin ki, yəni 4'ü seçilsə siz yəni bir dəfə də vuracaqsınız. Və bu hissədə, yəni kənarlarda, yəni bu dairələrin üzərində yox, kənarlarda, yəni bu qara oxlar görsəndiyi halda mouse'un sol düyməsini basıb saxlayıb müvafiq olaraq çəkəcəksiniz. Və yenə seçirəm və kənar hissədə mouse'un sol düyməsini basıb saxlayıb çəkirəm və eləcə də bunu da çəkirəm və bunu da müvafiq olaraq çəkirəm. Bu formada. Sonra diaqramda bu hissələr yoxdur, yəni şəkildə. Ona görə bu hissələri ləğv eləmək istəyirəm. Diaqramı seçirəm, chart design, add chart element və burada legend əmrini none seçirəm ki, ləğv olunsun. Bunu başqa cür etmək də olardı. Yəni seçib klaviaturadan backspace ya da ki, delete düyməsini basaraq da yəni göstərim əyani olaraq, yəni ya backspace, yəni bərabərdən sonra olan düymə ya da ki, delete. İndi delete düyməsi də hər klaviaturada fərqli olur. Yəni bəzən delete düyməsi bunun üzərində olur, bəzən aşağısında, bəzən sağ tərəfində və s. Belə. Və bundan sonra baxaq görək bizdə nələr qalıb. Səhifənin arxa fonuna gümüş rəng effekti verilib, yəni şablon olaraq. Bunun üçün belə deyək, səhifə boşluğuna vurub design tabına daxil oluruq. Burada konstruktor tabıdır. Word-ün köhnə versiyalarda razmetki stranitsa, yəni page layout ola bilər. Və burada page background qrupu var. Bu qrupun içərisində page color, yəni cvet stranitsa əmri var. Buraya daxil olursunuz və burada fill effects əmri üzərindən mouse'un sol düyməsini bir daha vurursunuz. Belə bir pəncərə açılır və bizə şablonlar lazımdır. Burada preset, yəni hazır şablonlar bölməsini seçirsiniz və buradan bizə gümüş effekti lazımdır. Bunun üçün burada silver yazılan deməli şablon üzərində mouse sol düyməsini bir daha vurursunuz və görürsünüz aşağıda da əks olunur. Rus dilində səhv etmirəmsə Cerebro yazılacaq. OK düyməsini vurursunuz və nəticədə gümüş effekti verilir. Daha sonra bu diaqramın kənarlarında çərçivələr var, qırıq-qırıq formada, yəni düz gedir, uzun və 2 dənə qısa gedir, uzun, 2 dənə qısa. Yəni bu formada olan xətt növünü seçmək lazımdır. Bunun üçün həmin hissədə page borders, yəni Granitsa stranitsa əmrinə daxil olursunuz. Və burada xəttin növləri var. Burada 2 qat xəttin üstündədir bu xətt növü. Seçirsiniz bunu. Daha sonra buradan yaşıl rəngi seçirsiniz və buradan da ölçüsünü təxminən gəlin 3 punkt seçək. OK düyməsini vuraq. Əgər qane etməsə yenidən qayıdıb buradan ölçüsünü məsələn 6 punkt seçək. OK düyməsini vuraq. Zənnimcə bu daha yaxşı görsəndi. Belə, əgər videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Hələlik sağ olun.